Bugünkü dərsimiz əlavə dəyər vergisi olacaq. Amma dərsin detallarını izaha keçməmişdən qabaq birinci əlavə dəyər vergisi ilə bağlı biraz sizə giriş informasiyası vermək istəyirəm. Əlavə dəyər vergisi iki formada istifadə olunur. Yəni söz olaraq ƏDV sözü iki cür istifadə olunur. Bir, vergi rejiminin adı olaraq, ikincisi isə verginin növü olaraq istifadə olunur. Bunu bir-birinə qarışdırmaq lazım deyil. Biz sizlə sadələşdirilmiş vergini öyrəndik. Yəni sadələşdirilmiş vergi rejimi. Burada sadələşdirilmiş verginin növü ilə rejimin adı da yenə uyğunluq təşkil edirdi. Amma bir dənə məsələ var ki, sadələşmiş vergi rejiminin altında başqa əməliyyatlar yox idi. Əlavə dəyər vergisində də elədir. Bir əlavə dəyər vergi ödəyicisi var. Bu rejimin adıdır. Yəni şirkətin bir hüquqi formatıdır. Vergi ödəyicisi formatıdır. Ona görə vergi rejimi deyirik. Bir də əlavə dəyər vergisi var. Mənim şirkətim əlavə dəyər vergi ödəyicisi olmaya bilər. Olmadığı təqdirdə nə baş verəcək? Mən əlavə dəyər vergi ödəyicisi də mi olmayacam? Xeyr, vergi yükünün ödəyicisi ola bilərəm. Biri mənə ƏDV ödəyər, ƏDV-li qaimə göndərər, mən onun ƏDV-sini ödəmək məcburiyyətində qalaram. Bu fərqli anlayışdır. Əlavə dəyər vergisi vergi tarixi yarandığından bəri gəlməyibdir. Yəni, vergi tarixi, vergilənmə yarananda qədim əsrlərdə sırf gəlirə formalaşıbdır. Yəni, gəlirin varsa, vergi ödə. Səni qoruyuramsa, vergi ödə. Əmlakın, malın, varın, dövlətin varsa və mənim qorumam altındadırsa, mən ona görə bir əziyyət və əmək sərf edirəmsə, vergi ödə. Hətta belə bir şey deyim də, sənin üçün xüsusi ayrıcalıqlar, öz dininə etiqad etmək istəyirsənsə, dini vergilər ödə. Bu, məsəl üçün, dini vergilər düzdür, biraz uyğun gəlməsə də insanlığa, amma bugünkü aksiz vergisindən demək olar ki, eyni şeydir. Yəni, xüsusi bir ayrıcalığın var sənin. Deyək ki, bu otaqda olanların hamısı İslam dininə sitayiş edir, amma ortada da biri, deyək ki, sintoizm dininə sitayiş etmək istəyir. Deyir, sənin ayrıcalığın var. Mən sənin üçün əlavə şərait yarada bilmərəm, deyir. İstəyirsənsə, onun üçün vergi ödəmən lazımdır, səni digərlərinə fərqləndirmək üçün. Aksiz vergilərimiz var bizim, o da eyni mövzudur. Deyir, hər kəs parça qutqa geyib qışdan sağ çıxa bilirsə, niyə Aytən xanım xəzləri geyib qışdan sağ çıxmalıdır ki? O bir ayrıcalıqdır, bir dəbdəbəli həyatdır. Ona görə vergi ödəməsi lazımdır. Bax, bu da bir vergi formasıdır. Əlavə dəyər vergisi isə tarixdən bəri gəlməyibdir. Sadəcə sosializm dünyada dağıldıqdan sonra, 2-ci Dünya müharibəsindən sonra dünyada böyük kapital sahibləri oturub fikirləşiblər ki, insanları necə edək ki, elə bir vergi növünə cəlb edək ki, gəlirlə bağlı olmasa da, amma onlar yenə bu vergini ödəsinlər və çox da bir şey hiss etməsinlər. Yəni, onu vergi gözündə görə bilməsinlər. Və onunla da əlavə dəyər vergisini kəşf ediblər. Və BMT-ni qurublar, Birləşmiş Millətlər Təşkilatını 2-ci Dünya müharibəsindən sonra və hər kəsi vahid torpağı ilə ora qəbul ediblər, üzv qəbul ediblər. Üzvlük şərtlərindən biri də ölkəsində vergi siyasətində mütləq və mütləq bura üzv olanların hamısı əlavə dəyər vergisi olmalıdır. Dərəcəsi sıfırda olsa, əlavə dəyər vergi anlayışı olmalıdır. Əlavə dəyər vergi anlayışı necə bir şeydir? Bəs dünyadakı biznesmenləri, biznes sahiblərini, istehsalçıları, ticarətçiləri buna necə razı salıblar? Hər biri ilə danışıblar, bir qayda qoyublar, qaydanı ümumi ticarət dövriyyəsinə şamil ediblər və birinin öhdəliyini digəri ödəmək şərti ilə sinkron şəkildə əməliyyatlara aparıblar. Baxın, sizə burada göstərdiyim cədvəllər var. Mən ən azından 4 mərhələyə bölmüşəm. Bu 40 mərhələdə ola bilər, 2 mərhələdə ola bilər, fərq etməz yəni. Amma birincini istehsalçı götürmüşəm. Yəni, məhsulu birinci kim istehsal edibsə o. O məhsulu satır topdan ticarət müəssisəsinə, topdan satış edən bir ticarət müəssisəsinə, tırla, kamazla, toplu şəkildə. Həmin müəssisə onu pərakəndə satış nöqtələrinə satır. Pərakəndə satış nöqtələri də son istehlakçısına və yaxud da istifadəçisinə satır. Bunun əksəriyyəti vətəndaşlardır, müəyyən bir qismi şirkətlərdir. İndi proses bunların hamısına elə bir qayda qoymaq lazım idi ki, əlavə dəyər vergisində. Buradakilərin heç birisi buna etiraz etməsin. Və onlar da belə müəyyənləşdirdilər. Dedilər ki, gəldilər istehsalçıya yaxınlaşdılar.
Üzr siz lövhəni rahat görə bilirsiniz. Mən bacardığım qədər böyük qoymağa çalışmışam. Birinci gəldilər, yaxınlaşdılar istehsalçıya. Qanunvericiyi çıxartdılar, tətbiq etməyə başlayırlar sınaq məqsədi ilə. Gəldilər istehsalçıya dedilər ki, bugündən belə sən satdığın məbləğin 18%-ni dövlətə ödəyəcəksən. İstehsalçı da baxdı ki, niyə? Deyir, bəs vergi olaraq. Deyir, nə vergisi olaraq? Bir əlavə dəyər vergisi olaraq. Deyir, yəni gəlirlə bağlı. Deyir, hə, deyir, mən ödəyirəm də gəlir vergimi 20%. Və yaxud da mənfəət vergimi. İstehsal etdiyimin qiyməti, plus üstünə qoyduğum, üstünə nə qədər qoymuşamsa, onun 20%-ni dövlətə ödəyirəm mən, deyir, xərclər çıxandan sonra. Bir də bunu niyə ödəməliyəm ki? Deyir, sən narahat olma ki. Sən qoy, malı necə istehsal edirsənsə et, onu istehsal edəndə xam mallar alacaqsan, nə deyir? O xam malları alanda sənə əlavə dəyər vergisi ilə fakturalar göndərəcəklər, deyir. Yəni, orada ƏDV olacaq. Sən onları ödəyərsən. Deyir, tamam, mən başqa, o onun vergisisə mən niyə ödəyirəm? Deyir, sən ödə, narahat olma. Onun sənin malının qiymətinə, puluna dəxliyyatı yox. Sən o məhsulu satanda yaranacaq borcun var, o ödədiyin məbləği həmin borcunu azaldacaq. Deyir, onlar deyir, sən satdığın tərəfdə pulu sənə ödəyəcək. Sən həmin ƏDV-ni o sənə ödəyəcək. Necə ki, sən ödədin xam mal satana, indi də o sənə ödəyəcək. Deyir, yaxşı, gəlib pröv edəyək. Xam mal istehsalçısı 1000 manatlıq bir xam mal alır. Aldığı 1000 manatlıq xam mala görə vergi dərəcələrinə uyğun olaraq əlavə dəyər vergisinin 18%-də əlavə dəyər vergi gəlir üzərinə və istehsalçıya 1180 manatlıq bir faktura gəlir ki, bunu ödəyəcəksən deyə. İstehsalçı deyir, tamam. Təzədən istehsalçı bu məhsulları istehsal edə bilmək üçün bir işçi qrupundan da xidmət alır. 2000 manat da onlarla sövdələşir. Onlar da 2000 manat əvəzinə 2360 manat göndərirlər. Toplam istehsalçıya gələn fakturanın əsas məbləğ və ƏDV məbləğ olaraq qeyd eləmişəm. 3000 manat əsas məbləğ olaraq, 540 manat ƏDV məbləğ olaraq, cəmi olaraq 3540 manatlıq bir faktura gəlir. İstehsalçı dövlətlə razılaşdığı qaydaya əsasən ödəmələrini həyata keçirir. Nə qədəri varsa, əsas məbləği də ödəyir, ƏDV məbləğini də ödəyir. Toplam 3540 manat ödəniş edir. Kim ki buna xam malı və xidməti satmışdır. Edir və indi özü də satmalıdır axı. Baxır ki, özünün istehsalının, daha doğrusu cəmi ödədiyi məbləğ 3540 manatdır. İstər-istəməz o 3540 manatın üstünə pul qoymaq istəyir. Dövlət deyir, yox. O 540 manatı mən sənə qaytaracam axı deyir, sənin borcundan çıxacam. Bu sənin xərcin deyil. Ona görə sən pulu 3000 üzərinə qoy. Bu da deyir, yaxşı, mən belə deyək də 3000 üzərinə 1500 manat pul qoyuram. Toplam 4500 manata satmaq qərarına gəlir. 4500 manat satmaq qərarına gələn kimi görür sistemdə bunun satdığı rəqəm artıq 4500 yox, 5310 manat elədi. 810 manat da əlavə dəyər vergisi gəldi. Artıq bu da kiməsə fakturanı ƏDV ilə göndərməyə başladı və gözləyir. Bu məbləği də qarşı tərəf kimə ki satıbdır, yəni topdan satışa ödəyir buna. İndi gəlin müqayisəyə baxaq. Adam malı aldı, malı pulunu ödədi, həmin malları da satdı. Satanda adama 5310 manat pul ödəyiblər. 5310 manatın 4500-ü bank hesabına ödəyiblər. 810-u isə ancaq Azərbaycana məxsusdur, depozit hesabı ödəyiblər. Yəni, depozit hesab dediyimiz yer vergidəki kabinetimizdə bizim üçün yaradılmış sırf ƏDV məbləğlərinin kassası kimi qəbul edin. Ancaq ƏDV məbləğləri orada daxil olur, ƏDV məbləğləri oradan gedir. ƏDV məbləğləri mədaxil və məxaric olur həmin bölmədə. İndi bu adama da ƏDV məbləği mədaxil olub 810 manat. Gəlirəm istehsalçının hesabatını yığmağa. Baxıram, hazır məhsul olaraq nə istehsal etmişdirsə artıq həmin məhsulun üzərindəki qazancına almışdı. Deyək ki, bu rəqəmi götürək. 1500 manat üzərinə pul qoyub. Yəni, istehsal etdiyi məhsulun üzərinə 1500 manat pul qoyub. 1500 manata görə
270 manatda ƏDV formalaşıb və toplam 1770 manatlıq bir gəlirliliyi görülmüş. Dövlətə deyir ki, indi mən gəlir vergimi 1770-dən hesablayım. Deyir, yaxşı, yox. O deyir 270 sənin deyil ki, sənin olan 1500-dür. Sən onun üzərindən hesablamalısan dövriyyəvi. Deyir, bəs yaxşı, mən sənə nə qədər vergi ödəyəcəm? Deyirsən, mənə ödəməli olduğum vergi 810 manatdır. Amma sən bu məhsulu istehsal etmək üçün 540 manat zaten ödəmişdir mal alanda. İndi sən mənə 810 manatdan həmin 540 manatı çıx, yerdə nə qalırsa onu ödə. Adama çıxır, baxır, gör ki, üstünə qoyduğu pul qaldı yerdə. 270 manat, 270 manatı ödəyəcək. Deyir, bunu hardan ödəyim? Deyir ki, depozitdən də ödəyə bilərsən, bank hesabından da ödəyə bilərsən. Adam baxır ki, depozit hesabında 810 manat pul var. Axı, topdan satış müəssisəsi ona ödəmişdi. Götürür həmin 810 manatın, 270 manatını ödəyir dövlətə. İndi adamın özünə nə qaldı? 4500 manat pul, təzədən 540 manat da ƏDV depozitdən. Yəni, istehsalçının balansından nə qədər pul çıxmışdısa, ƏDV ilə bağlı, toplam nə qədər çıxmışdı? 540. Artıq onun depozit hesabında, qalığında durub oradadır. Həmin pulu ayın sonu bərpa elədi, yerindədir. İndi gəlin müəyyənləşdirək, qiymətləndirməyə çalışaq. İstehsalçı əlavə dəyər verginin ödəyicisi oldu mu? Olmadı. Yəni, bu üçün buna aidiyyatı yoxdur. Amma istehsalçının adı nə gedir? Əlavə dəyər vergi ödəyicisi. O, onun vergi rejiminin adıdır. Amma verginin özü üzrə adam ödəyici deyil. Yəni, özü bir şey ödəmədi ki, məndən aldı, dövlətə verdi. Ona mal satanlar da ondan aldı, dövlətə verdi. Yəni, istehsalçının buradakı adı toplayıcıdır. Yəni, ƏDV toplayıcısıdır. Bir verginin, dövlətin işçisi olaraq istehsalçının vəzifə öhdəliyi, əlavə dəyər vergisi ilə bağlı vergiləri toplamaqdır. Amma kimə məhsul satırsa ondan. Baxın, indi burada bir dənə nüans var. Əlavə dəyər vergisi nəyin üzərinə əlavə olundu əslində istehsalçı üçün? Ticarət əlavəsidir. Yəni, sən bir öz dəyərinin üzərinə əlavə hansı dəyəri qoyursansa, onu da vergi dərəcəsinə uyğun vergiyə cəlb edirsən. Yəni, əlavə dəyər vergisinin əsl adı buradan gəlir. Əlavə dəyərin vergisi olaraq. Yəni, sən məhsulu istehsal etmişdin 3000 manata, 3000 manata da satsan 0-0 olacaqdı. Sənin dövlət ödəməli olduğun bir şey yox idi. Satacaqdın, yenə 5040 manat edəcəkdi vergisi. Sən də əvvəldən 5040 manat ödəmişdin, daha doğrusu 540 manat. 540 yerdə qalacaqdı 0. Yəni, heç bir şey olmayacaqdı. Amma mən istehsalçı olaraq o 3000 manatın üzərinə pul qoydum, axı 1500 manat. 1500 manatın 18% nə qədər edirsə, mən onu dövlətə ödəməliyəm. İstehsalçı da proses bitdi. Aldı, vergisini də hesabladı, dövlətə də ödədi. Bəs yaxşı, bu istehsalçının öz mal aldığına, kreditoruna ödədiyi ƏDV-nin geri almasına və yaxud da ki, satışdakı yaranmış ƏDV borcundan çıxılmasına biz nə dedik? Ad qoyacaq, əvəzləşmə. Əvəzləşmə dediyimiz şey budur. Birazdan onun şərtlərinə baxacaq, o ayrı. Amma əvəzləşmənin məntiqi budur. Sənin özünün alış etdiyin zaman ödədiyin əlavə dəyər vergisini həmin məhsulları satdığın zaman yaranan əlavə dəyər vergi borcundan azaltmaq, çıxmaq. Avansın bağlanması, gələcək dövrün xərcinin bağlanmasına bənzəyir. Yəni, qarşılıqlı borc əməliyyatıdır. Həmin dövr üçün, eyni dövr üçün keçir toplam satışın mühasibi kimi münasibətə baxmağa. Toplam satış müəssisəsi həmin dövrdə istehsalçıdan məhsul aldı, yəni mal aldı. Malının dəyəri nə qədər idi? 4500 manat. O 4500 manatlığa görə nə qədər ƏDV borcu yarandı? 810 manat. Toplam 5310 manatlıq bir əməliyyata formalaşdı.
Buna görə hər hansı başqa bir əməliyyatı olmadı, ancaq malını özünə aldı. Bunları sizin fikriniz qarışmasın. Ödənişini etdimi? Bəli, aldığını tam məbləğdə ödədi. Bank hesabından əsas məbləğini ödədi, depozit hesabdan ƏDV məbləğini ödədi. Toplam 5310 manatda topdan satışın bank və pul vəsait hesablarından çıxdı. Xərc olaraq getdi. Ne olmuş? Toptan satış, indi bunu satır. Kimə? Pərakəndə ticarət müəssisəsinə. Satan da qərar verir ki, 4500 manatlıq aldığı malı 6000-ə, 6000 dedim, 7000-ə satsın. Yuvarlaq rəqəmlər seçirəm. Məsələ orasındadır da, bu 5310 kimi yazmaq istəyir malını. Dövlət icazə vermir axı. Deyir, mən buradakı 810 sənə qaytarıram. Xeyr ola sən onun malının üzərinə gəlirsən. Sənə qaydan bir şey sənin xərcin deyil axı. Sən onun malının üzərinə gələ bilməzsən. Ədəbiyyat ödənişi yanlış silah. Bəli. 7000-ə satdıq. Toptan satış müəssisəsi. 7000-ə satışı yazarkən 1260 manatda əlavə dəyər vergisi üzərində göndərdi. Toplam 8260 manata məhsulu satmış oldu. Satdığı şirkət pərakəndə müəssisə, Araz, Oba, nə bilim, Grant, Walmart, kimlər varsa, bazar üstü, həmin müəssisələr qarşı tərəfə satışına görə ödəniş eləyəndə toplam 8260 manat, yəni 7000 manat bank hesabına, 1260 da vergidəki depozit hesabına pulu köçürdü. Adam satdığının pulunu da aldı. İndi gəldi hesabatlılıq gününə, eynən istehsalçıdakı kimi, baxdı ki, satdığı malın üzərinə, mallar deyək buna, satdığı malın üzərinə 2500 manat pul qoydu. 2500 manata görə 450 manatda bayaq dediyimiz kimi vergiyə öhdəlik yaranıb, bəli, vergiyə öhdəlik yaranıb və onu ödəməlidir. Hardan ödəyəcək? Depozitə gələn 1260-dan. 450-ni ödəyəndən sonra özünün depozit hesabında nə qalacaq? 810. Bank hesabında nə qalacaq? 7000 manat. Toplam bunun verdiyi rəqəm, yəni balansından çıxan rəqəm tam bərpa olmuş olacaq. İndi gələk qarşılıqlı üzləşməsinə. Bu da neynədir? Toptan satış müəssisəsi. Nə qədər pul qazandısa, yəni üzərinə pul qoydusa, qoyduğunun 18%-ni dövlətə toplayıb verməklə mükəlləf oldu. Dövlət yenə bundan bunu istədi. Bu period bu cürə ötürülə getməyə davam edir. Məqsəd nədir? Yəni kapitalizmin altındakı mexanizma nədir? Hər kəs bir məhsul üzərindən xeyir qazandıqca, o xeyrə görə ödənilməli olan verginin də məbləği arta-arta gedir. Bu birinci qazanc. İkinci qazanc, vergini harda almalıdır əslində? Ən sonda alması lazımdır. Amma gün harda almağa başlayır? İstehsal prosesində. Ta ki sona gələnə qədər elə vergisi yığır, toplaya əvvəlcədən alır. Avans kimi ala gəlir. Ən sonda haqq hesab edir qarşı tərəfinə, qaytarır məbləğini. Toptan satışında durumuna bir gəlin baxaq. Almışdı 4500-ə, ödəmişdi 810 manat. 810 manat artıq depozit hesabındadır. 4500-ün əvəzinə də 7000 manat da bank hesabındadır. Deməli, bunun da bir vergi borcu yarandı mı bundan bağlı? Deyil. Yəni, nə qədər vergi borcu yaranmışdı? 450 manat. Qarşı tərəf satdığı şəxs pərakəndə satış məntəqəsi ödədi. Həmin pulu pərakəndə satış məntəqəsinin ödədiyi puldan 450 manat ödədi dövlətə. Əlavə dəyər vergisi olaraq. İndi gəlirik. Bəli, verin. Bəli, üstünə pul qoyub satır da. Bəli. İndi digər prosesinə baxaq. Bu ən can alıcı nöqtəsidir. Pərakəndə satış məntəqələri. Yəni, hamımızın gördüyü, hər gün bazarda tez-tez açılan, böyük hipermarketlər, artıq əvvəllər 100 metr kvadrat, 200 metr kvadrat idi.
İndi 1000 kvadratdan aşağı eləyəndə özlərini yaxşı hiss eləmirlər ki, yəni vitrinlər az oldu, yer azdır. İndi onun səbəbini görəcəksiniz. Ki, niyə böyük holdinglərin perakende satış nöqtələrinin olmasına ehtiyacı var? Yəni, niyə istəyirlər onu? Niyə olsun istəyirlər, ona baxaq. Perakende satış nöqtəsi toptan satışdan aldığı 7000 manatlıq malı öz çotuna mal alışı 205, 531, 7000 manat yazdır. Təzədən 1260 manatda əlavə dəyər vergisini isə 241 debit, 531 kredit yenə 1260 manatı da yazdı. Toplam 8260 manat toptan satışa borçlanmışdır. Borçlandığı məbləği ödədi. Ödəməni yenə bank hesabından və yaxud da ki, depozit hesabdan ödədi. 8260 manat. Özünün olmayan 1260 manat ödədi mi? Toptanı. Amma bunun vergisi deyildi. Gəldi satışını etməyə. Satışını edərkən bu məhsulları 9000 manata satdı. Bu məhsulları 9000 manata satdı. Satdığı zaman 1620 manata qalxdı əlavə dəyər vergisi. Və 10620 manatlıq bir satış məbləği elədi. Bunu kimə satdı? İstehlakçıya, ya vətəndaşlara, ya da hansısa elə bir şirkətə satdı ki, sadələşdirilmiş şirkətdir və yaxud da ki, axırıncı istifadə edilmiş şirkətdir. Satdı bu qiymətə, üstünə qoyduğu xeyir 2000, qoyduğu xeyrə görə isə yaranmış əlavə dəyər verici borcu 360. Adam neyinir istər-istəməz? Depozit hesabına gələn 1620-nin 360-ını ödəyir dövlətə. Yəni, bu da topladı bir partiya, ödədi dövlətə. Yerdə qalan pul hara gedəcək? Yəni, yerdə qalan pul nə qədər edir artıq? 1260 manat. 1260 manat harada qaldı? Xeyr. Bank və yaxud da kassa hesabında. Digərlərində depozit hesabda, amma Araz marketdə ya kassada qaldı, ya da post terminalla ödədin bank hesabına. Yəni, proses başladı istehlakçıda, istehsalçıda, istehsalçının ədəvəsi oldu likvid. Yəni, ana məbləği bankdan ödədiyi pul gəldi, girdi depozit hesabına, onu ancaq əlavə dəyər verici məqsədləri üçün istifadə edə bildi. Birini maaşı ödəyə bilmədi ki, nə bilim, hansısa bir işçiyə bir sərcini ödəyə bilmədi ki, ofis internetini ödəyə bilmədi ki ondan. Ancaq verici məbləğlərini ödəyə bildi. Topdan satış yenə həmçinin. Bankından pulu köçürdü, amma qayıtdı gəldi onun depozit hesabına 810 manat kimi. Pərakəndə satış məntəqəsi isə kassasından və yaxud da ki, bankından 1260-ı ödədi, amma onun kassasına və yaxud da ki, bankına 1620 manat olaraq ya kəş gəldi, ya da ki, bank vəsaiti gəldi. Artıq hara istəsə ödəyə bilər. İndi gələk ödəməsinə. Şöyle 360 manatı ödədi mi dövlətə ayın sonu? İndi bəs nə qədər pul qalmış oldu özündə? 260. İndi bir gözünüzün qabağına gətirin. Yəni, bütün günü girdiniz ticarət nöqtələrində. Nə qədər mal qalığı var orada? Milyonlarla. Bizim vergi borcumuz nə zaman yaranır? Bayaqdan gəlirik. Satdığımız zaman. Mal qalığına görə aldığımı əvəzləşdirdiyim zaman, satdığım rəqəm mal qalığımdan az olduğu zaman, bu deməkdir ki, mən ömür boyu ƏDV ilə bağlı borçlanmayacağım. Əsla borçlanmayacağım. Plus, vətəndaşlardan topladığım əlavə dəyər vericilərini çıxarıb nəqd vermişik və yaxud da kartla ödəmişik. Topladığım vəsaitləri təzədən dövriyyəmdə istifadə edə biləcəm. Ta ki, stokundakı mallar satılana qədər. Deməli, vətəndaşların ödədiyi məhsulun üzərindəki əlavə 18% müvəqqəti öz kapitalıma çevirəcəm və dövriyyəmdə istifadə edəcəm. Bu qanunun boşluğu. Yox. Ödəmişdi, həmin puluydu, ödəmişdi. Amma dövlətə çatası puldur. Onun öz pulu deyil. O da onun dövriyyəsinə girib bir şəkildə və dövriyyədən şişir. Həmin məbləğ. Baxın, burada pərakəndəçi
öz pulundan ödəyib. İndi isə mal qalığı çoxdur, çox mal alıb. Amma aldığı malı satmayıb ki, çıxılsın, özününki qalsın yerdə. Camaat köhnə stoku alır axı. Arabada şu. Köhnə stoku ödəyir, bu da vergi borcunu ödəmir. Bu isteseydim satın. Əslində vergi borcu yaranır, hər ay ödəməsi lazım. Amma deyək ki, gəlin misal üçün, bu nə ay olsun? Bu yanvar ayı olsun. Yanvar ayında 500 minlik mal alıb. 500 minlik mala görə də 90 min manat, əgər düzgün hesablayıramsa, əlavə dəyər vergisi ödəyib və bunu da əvəzləşdirib həmin ay. Amma həmin ay cəmi 150 min manatlıq və yaxud da ki, 100 min manatlıq mal satıb. O zaman nə baş vermiş olur? Yəni, üstünə qoyub satıb da ticarət əlavəsindən ödəməli idi axı dövlətə. Yəni, 360 il. Onu da ödəmir. Çünki 90 min sistemində minuslandı, artıq ödənişi var, dövlət əvəzləşdirib. Misal üçün, dövlət nə demişdi? Demişdi, aldığının vergisini, alanda ödədiyinin vergisini. Satanda sənin ödəməli olduğun vergidən çıxacaq. Mən satmışam 100 min. Vergim eləyib 18 min manat. Düzdür? Amma alanda almışam 500 min, vergim edib 90 min manat. Kaç 90? 18 mindən, bəli, 90 mini çıxdığım zaman yerdə qalacaq məndə 72 min manat. Hani 70 bin. Mən dövlətə niyə pul ödəyim ki? Yəni, bu 18 mini təzədən dövlətə niyə ödəyim ki? 18 mini də buraxıram dövriyyəyə, takdir işləməyə. Yəni, 18 mini də dövlətə getməli pulu da çeviririm təzə ticarət dövriyyəsinə, 18 minlikdə yenə mal alıram, buraxıram. Bu istesen Dövrələtdirməyəndə. Hə, mən 500 min alıb, 500 min, bax burada görürsün mən neynədim? Aldığım miqdarını satdım. O zaman bəli, mənim faktiki borcum yaranır və sənin dediyin olur. Onsuz da mənim pulum idi da yəni. Tamamilə haqlısın. İndi bir mexanizmdə gör, hardan onu misal çəkirəm? Pərakəndədə ƏDV harda pula çevrilirsə orada bu əməliyyat baş verə bilir. İndi gələn biz yazıqlara, fakirlərə, son istehlakçılara. Biz də gedirik, mağazadan həmin malları alırıq. Neçə satdı bizə? 9 minə. Amma biz onu 9 min olaraq görmürük. Biz onu görürük, bax, bu formada. 10.620 manat ödəyirik. Malımızın qiyməti 10.620-ni ödədik. Satışımız olmur heç kimə, son istehlakçı bizik. Qalığımız, baxın, mənfi 10.020 olur. Nədə onun adı? 10.620 olur. Yəni, şərt kateqoriyamızdır. Yəni, bu pulu bizdən promoy çıxır. 10.620 olaraq aldığım şeyin də dəyəri məndə 10.620 manata çevrilir. Yəni, o ƏDV də mənim dəyərimə çevrilir. Mən bilmədən, istəmədən, xəbərim belə olmadan əlavə dəyər verginin ödəyicisi oluram və aldığım hər dəyərin içərisində o var. Yəni, aldığım əksər məhsulların içərisində, təməl qidaları və kənd təsərrüfatı məhsullarına çıxmaq şərti ilə əksər əməliyyatların hamısının içərisində var. Xəstəxanaya gedirəm, xidmətin içərisində var, təhsil alıram, onun içərisində var, qida alıram, onun içərisində var, nə biləm. Bir dənə meyvə tərəvəzlə, daha doğrusu yerli meyvə tərəvəzlə şeyin içərisində yox. Ət, toyuq, nə biləm, çörək, un, bu tipli məhsulların içərisində yox. Qalan hər şeydə o ƏDV-ni zaten mən ödəyim. O zaman belə bir nəticəyə gələ bilirikmi? Ümumiyyətlə, bütün müəssisələr vergi ödəyici forması əlavə dəyər vergi ödəyicisi rejimində olan, amma bütün müəssisələr, heç birisi əlavə dəyər vergi yükünün ödəyicisi deyil. Yəni, vergi yükü yoxdur onlarda. Onlarda mənfəət və gəlir vergisinin yükü var, aksiz vergisinin yükü var. Hə, amma əlavə dəyər vergisinin adı var, tutan demişdən özü yoxdur. Mexanizma bu formada irəlidir. Hə, mən əlavə dəyər vergi ödəyicisi rejimindəyəm deyə işimin adı ondan bundan vergini alıb dövlətə verməkdir. Onu da vergi məcəlləsinin qayda və prosedurlarına görə aparmaqdır və əvəzləşmə mexanizmindən istifadə etməkdir. Hə, o zaman qarşı tərəfə sənə ödədiyini tam məbləğdə ödəyirsən. Dövlətə. Daha əvəzləşdirmən yoxdur axı. Yəni, nə qədər qarşı tərəf sənə ƏDV-ni ödədi, o cüdə ödəyirsən. Bu ilkin izahımız. Ülkemizde bir rejimlerinin idaremizin ödedi. Nətər? İlk 3 tane rejimimiz falan.
Bax bu bir dənə bir qırmızı var ha. Bəli. Onlar sadəcə toplayıcıdır. Bu isə ödəyicidir. Əlavə dəyər vergisinin toplayıcıları istehsalçı, idxalçı, topdan satış, pərakəndəçi, nakleri, yəni ortaya kimi salsan salda ta ki son istehlakçıya qədər. Hamısı toplayıcıdır, ödəyici yalnız və yalnız əlavə dəyər vergi məqsədlərində son istehlakçıdır. Hələlik bura qədər. Birinci istehsalçının həmin ay üzrə olan müxabirləşmələrinə baxaq, balans əməliyyatlarına baxaq. İlk öncə nə etdi? İstehsalçı son mal aldı. 201, 531. Məbləğ nə qədər almışdı? 1000 manat. 1000 manat. Ədəvi olaraq da bəli 241, 531, 180 manatda digər hissəsini aldı. Necə deyək ki, axıra qədər gəlsin. Aha. Sonra bunun ödəməsini həyata keçiribdi. Yəni 531 debit, 223 kredit, 1000 manat, yine 531 debit. Burada isə hal və şərt dəyişir. Bunu həm 223-dən, yəni bank hesabından, həm də 226 depozit hesabından ödəyə bilər. Hər ikisinə də ödəmə edə bilər. Bizim öncəliyimiz nədir? Üzr istəyirəm. Deyək ki, bizim balansımızda həm bank hesabımızda pul var, həm depozit hesabımızda var. O zaman biz birinci depozit hesabdakından ödəməliyik. Satmırsa bankdan ödəməliyik. Çünki bu əməliyyat müəssisəyə ciddi yanaşılan əməliyyat. Yəni ki, sən likvidli bir pulu qeyri-likvidə çevirməməlisən mühasib olaraq. Birinci depozitə baxmalısan ki, pulun var ödəməyə, onu ödəməlisən, yoxdursa bank hesabından ödəməlisən. Onun üçün 226 yazıram və 180 manat. Əməliyyatlarımızın adını yazaq. Alış ədəvi, ödəmə əsas. Hesabı kodu meçhul. 226. Ödəmə əsas və ödəmə ədəvi. Növbəti prosesdə nə baş verdi məndə? Satmaq qərarına gəldim. Yəni 211, 601. Satış məbləğim nə oldu mənim? 4500 manat. 4500 manat. Eyni zamanda 211, 521. Məbləğim nə olacaq? 810 manat. Gəlin buranı da izah edək. Birinci əməliyyat məhsulunun satış dəyərinin formalaşdırılması. Yəni satışı tanımaqdır. Satış, bu da satışın ədəvisi. Və satışa görə əlavə dəyər vergi məbləği də 810 manat. Bunu da debitor yazdım. Niyə? Çünki Fatimə ödəyəcək mənə. Mən məhsulu Fatiməyə satdım. Fatimə mənə ödəyəndə artıq 4500 manata borclu olmayacaq. 4500 plus 810 borcludur. Ona görə özümdə elə qeyd elədim. Amma qarşısına 521 yazdım ki, bu mənim gəlirim kimi hesablama. Fatimədən alacağım bu rəqəm mənim deyil, verginindir. Bəli, dövlətə gedəcək. Və üçüncü əməliyyatım 701, 205, daha doğrusu 204 istehsal müəssisəsi olduğu üçün nə qədər məhsul siləcəm mən? Ümumiyyətən 3000 manatlıq. Niyə 3000 manatlıq? 1000 manata xammal almışam, 2000 manata da xidmət almışam. İkisinin bir yerdə cəmi edir 3000 manat. Bəli, maya dəyərini silirəm. 3000 manatlıq. Bunu silə bilməyim üçün öncə mənim, gəlin bir dənə bunu da xatırlatma eləyək də, hansı əməliyyatım olması lazım idi? Mən bu 201-i və oradakı digərdəki xidmət alışını da əlavə edeyim bura. Hələ mən birini etdim də. Gəlin bəlkə belə eləyək. Eləsə sonra dəyişər nüans. Ya da yox, da xidməti göstərmirəm.
Yəni 202-yə 201-dən 1000 manat, 202-yə 531-dən 2000 manat. İstehsalatı istehsalat məsrəfi. Buna da deyirik yenə istehsalat məsrəfi. Yəni aldığımız xidmət var idi 2000 manat onlar. Bu rəqəmləri biraz balaca yazmışam. 1000 bu da 2000. 204 olmasın. Bəli. 204-ün debeti, 202-nin krediti 3000 manat. İstehsalat məsrəfinin hazır məhsula silinməsi. Onu da verdik. Bundan sonra bəli, artıq 701, 204, 3000 manat deyə bilərik. Və salam, bu gördüyünüz hissədə istehsalatın verdiyi müxabirləşmələr oldu. Burasını düzəldək. İstehsalatın verdiyi rəqəmlərinə əsasən müxabirləşmələr oldu. 1000 manat qeyd eləmədim, 3000 qeyd elədim. Hədə 1000 manat. Çünki 1000 manatlıq almışdım axı. Doğru sualdır əslində. Məbləğin əsası nə idi? Bank hesabından nə çıxmışdı? 1000 manat. Ədəbi mənə qayıdacağı üçün onu silə bilmirəm. Görürsünüz? Əvəzləşən əlavə dəyər vergisi malın, məhsulun maya dəyərinə daxil ola bilmir. Çünki bir şeyləri daxil edə bilməyin üçün başqa bir şeyin maya dəyərinə mütləq onun xərc olması lazımdır. Bu da xərc olmur axı. Mənə qayıdacaq biləcək xərcdir. Yəni deyə bilərsin. Baxın, əlavə dəyər vergisindən aldığım hər hansı bir şeyi xərc etdiyim zaman, yəni dəyərini artırmam üçün əlavə dəyər vergisini gələ bilmirəm. Səbəb də ondan ibarətdir ki, ayın sonunda dövlət onu mənə geri qaytarır həmin məbləği. Mənə geri qayıtdığı üçün xərc ola bilmir. Xərc ola bilmədiyi üçün kapitallaşa da bilmir. Yəni bir şeyin maya dəyərinə də daxil ola bilmir. Buradan bu tərif çıxır ortaya ki, əvəzləşdirilən əlavə dəyər vergisi malın, məhsulun maya dəyərinə daxil deyil. Onun üçün mən maya dəyərə 1000 və 2000 əlavə elədim. O, belə deyim, 1180-dən 2360 yox. Yəni ədəbi məbləğlərində deyil. Və gəldim müxabirləşmələrində verdim. Eyni əməliyyatı kopyalayaq, görək bunda o qədər olacaq. Artıq bu istehsalçı olduğuna görə o proses onda getməyəcək. İstehsalçı olmadığına görə, ticarətçi olduğu üçün. Ticarətçi nə edəcək? Mal kim alacaq? Bəli, 205-in debiti deyəcək, 531-in krediti, təzədən 241-in debiti və 531-in krediti deyəcək. 4500 və 810 manat. Nə oldu? Mal alışı ya da belə deyək də, alış, əsas, alış ədəbi deyək buna da. Dedi. Baxın uşaqlar, biz bir şey əvəzləşdirmə qaydalarını deyirəm sizə etap-etap. Bir şeyi əvəzləşdirə bilməyimiz üçün onu mütləq ödəməmiz lazımdır. Ödəməmişiksə əvəzləşmə hüququmuz yaranmır. Yəni həmin satışda çıxa bilmərik. Ödəməliyik ki, çıxa bilər. Onun üçün öhdəliyin ödənişini edirəm. 531, yenə 531. Debitdə 223 bank hesabı və 226 depozit hesabı. Əsasın ödənişi, ədəbinin ödənişi.
Məbləğ nə qədər olacaq? 4500 manat əsası məbləğ olacaq. 810 manat da ƏDV məbləği. İndi gəlirik istehsalçıda göstərmədiyim, amma ticarətdə göstərəcəyim sizə şeyə ki, istehsalçıya da aiddir. Mən bu məbləği ödədiyim üçün mənim əvəzləşmə hüququm yaranır. Və mən bunu əvəzləşdirmək istəyirəm. Amma bunu nə zaman edəcəm? Ayın sonunda. Gəlirəm indi satış əməliyyatını aparam. Bəli. 211, 601, yenidən 211. Nə olacaq? Tamam. Rəqəm nədir? 7000 və 1260. 7000 1260. Qarşı tərəf ikisində mənə borcludur. Satış əsas satış ƏDV. Bu da getdi və satışımın maya dəyəri silinməsi 701. Bəli, artıq 205. Məbləğ nə qədər? Nə qədər almışamsa o qədər. 4500 manat. Daha 5310 manat deyil. ƏDV-ni nəzərə aldım. 4500 manat. Seçdik. Satışı da etdik. Satışın pulunu biz ödəsinlər. Debitorun ödənişi. Debitorun ödənişini iki hissəyə ayırdım. Birincisi dedim bank hesabıma ödəsinlər 211-dən. İkincisi də depozit hesabıma ödəsinlər 211-dən. Yəni müştəri mən necə ki ödəyəndə əsas məbləği qarşı tərəfin bank hesabına, ƏDV məbləği depozit hesabına ödəyirəmsə, qarşı tərəfdə mənim üçün ödəniş edəndə əsas məbləği mənim bank hesabıma, ƏDV məbləğində mənim depozit hesabımı ödəməsi lazım. Gəlirəm rəqəmə, satışa mən nə qeyd etmişdim? 7000 manat ödəniş olundu. Eyni zamanda 1260 da mənim ƏDV depozit hesabıma ödəniş etdilər. Şuralar ayın sonudur. Finişdir. Mən hesabat verirəm və bunun üçün əvəzləşməni etməm lazım. O kapitalist mənə nə demişdi əvəzləşdirməklə bağlı? Demişdi ki, bir dövr ərzində, yəni bir ay ərzində sənin ödədiyin, bir şeylər aldığın zaman ödədiyin əlavə dəyər vergisini sənin həmin dövr ərzində satdığın məhsullara görə yaranmış əlavə dəyər vergi borcundan azaldacaq. Mənim əlavə dəyər vergi borcum nə qədərdir? 1260 manat. Harda çota almışam? 521 nömrəli hesabda. Yazıram debitə 521. Axı niyə debitə yazdım mən bunu? Çünki bu bir öhdəlik hesabıdır. Öhdəlik hesabı kreditdə artır, debitdə azalır. Mən də bunu azaldacağım üçün rəqəmi yazdım debitə. Bəs bundan mən nəyi çıxacam? Alışda ödədiyim, bir şeyləri aldığım zaman ödədiyim bu dövr ərzindəki ƏDV-ləri. Ona hardan baxacam? 241-dən. 241-in də adı əvəzləşən əlavə dəyər vergisidir. Yəni, əvəzləşmə statusuna sahib olan. O dedir 810 manat, 241 də azaltmam üçün, yəni çıxa bilməm üçün kreditdə keçirdirəm və 241-dəki rəqəm nə qədərdirsə, o qədər əvəzləşmə edirəm. Yəni, həmin məbləğ qədər azalma edirəm. Əvəzləşmə. Və indi hesablara baxa bilərik. Artıq 521 nömrəli hesabın qalığını hesabladığımız zaman vergi borcumuzdan bağlı ödəmə eləmək istədiyimiz üçün hesabladığımız zaman 521-in kreditindən debitini çıxmaq lazım. 521-in krediti 1260, debiti isə 810-dur. Kreditdən debiti çıxdığımız zamansa bizə yerdə qalacaq rəqəm 450 manatdır. Gəlirəm, bir dənə sətr açım sizin üçün. 521 debit
226 kredit 450 manat. Bunu da yazıram. Vergi borcunun ödənişi. Niye şuradan ben geleceğim? Bəli, depozitdən ödəyir. Yenə gəlirim həmin söhbətə. Mənim depozitimdə pul ola. Niyə bank hesabından ödəyim ki? Bank hesabımı sənin maaşını ödəyə bilirəm. İşıq pulunu ödəyə bilirəm. Nə bilim bir mal, material, xam mal ala bilirəm. Xərc ödəyə bilirəm. Amma depozitlə onu edə bilmirəm ki. Ancaq vergiləri ödəyə bilirim. Hə. Ancaq ədəv məqsədlərinə Depozitdə 8 olmak var. 810 manat yox idi. 10 satrak 226'nın debitine bak. 1260 manat pul gelmişti. Ama 226'nın kreditinde ne var? 450. Hal-hazırda bizim depozitte ne var? Aktif hesap olduğu için debitinden kreditten çıkacaksın. Yani 1260'da çıkacaksan böyle 450'ni 810 manat kalacak şehir kreditinde. O da ödediğimiz. Onu da evvelden ödemiştik. Fatih geldi özümüze. Şimdi bank hesabımızdaki pul yerinde belə deyək, ƏDV-yə görə ödədiyimiz pulu depozit hesabda yerində. Toplam nə qədər rəqəm ödəmişdiksə burada bunun hamısı artıqlamasıyla kassa və bankda mövcud. ondan belə başlamışdım. Depozitdə 8 olmak varmış. 8 olmak 4 sağlam. Yox, yanlış başa düşdün. Gəl baxaq, görə bizim depozitdə o qədər pul qalmışdı. Depozit hesabımıza 226 nömrəli hesab demişik. 226 nömrəli. Bizim depozitimizdə əvvəldən nə qədər var idi bilmirik. Xəbərimiz yoxdur. Biz onu 810 manatı ödəmişdik. Depozitdə. Hal-hazırda sən mənfidə görə bilərsən, amma ora pul hesabıdır, mənfi ola bilməz də. Pul var ki ödəmişsən. 810 manat ödəmişik. Üstünə biz mal satanda bizə 1260 manat ödəyiblər. İndi biz də dövlətə borcunu ödəməliyik. Əvəzləşmə nəzərə aldığımız üçün dövlətə ödəməli olduğumuz hissə 450 manatdır. Mənim də depozitimdə 1260 manat pul gəlir. 450 manatın ora ödəyirəm. Yerdə qalır 810 manat. 810 manat sənin ödəyirsəni mənfidəyik. O mənfini bağlayır. Mənfidə deyildirsə də oradakı qalığın üzərinə gəlir. İndi eyni əməliyyatdan, baxın bu əməliyyatdan. Zəhmət olmasa deyin görün. Burada nə yazacaq? İstehsalatda var da yuxarıda da hamısı. Ne kaldı bana? Para kaldırmışam. Ne var? Kaldırdım. 180 manat mı yazmamız lazımdı? Bakın. Qəsdən soruşdum. 180 yazmamıza ehtiyac yoxdur. Bizim burada bir de 2000'imiz var. Mən onun ƏDV qeydiyyatını sizə göstərməmişim. Ödəməsini də göstərməmişim. Amma bəli, 180 olması lazımdır deyərdim də. Baxaq görə biz burada nəyi ödəmişik? Ancaq 180 ödəmişik. Yazıram 180. Xidmətə görə olan 360 manatı ödəmişəmmi? Xeyr, ödəməmişəm. Ödəməmişəmsə əvəzləşdirə bilmərəm. Bəli, ödədiyim qədər əvəzləşdirə bilərəm. Niye istediğiniz Necə yazım 270'i? Hardan aldın 270'i sən? Aldığın yerde görün. Tamam. Üçüncü prosesdə bir çeşidlik məhsulumuz var. Və bu bizlərə əlavə eləyərik. Onun üstün ama İki tane zaten alıp verseye yaptırdı. Onlar kahvelerimizi harcamak gibi. Yoksa o Harda ağır alışlar, ağır əməliyyatlar nə fərq var? Ha. İndi isə mən sizə bir burada əməliyyat göstərmək istəyirəm. Əvəzləşmə hüququ. Bunu nömrələyəcəm sizlərlə bərabər. Hansı hal və şərtlər olmalıdır ki, mən ödədiyim məhsulu əvəzləşdirə bilim? Özelleştirmek olmayan ama
Bəli, bəli, var. Tamamilə doğrudur. Anladığım tam bilgi. Əvəzləşməsi 175-ci maddədir. Oradan biraz geriyə bax, orada var. 120-dən başlayır. Birinci, əvəzləşmə hüququn olan əməliyyatlar və yaxud da ki, əvəzləşmə necə ola bilər? 1. Hər iki müəssisə malı alanda, satanda, işi görəndə, işi qəbul edəndə. Hər ikisi əlavə dəyər vergi ödəyicisi rejimində olmalıdır. Əlavə dəyər vergi ödəyicisi olmalıdır hər ikisi rejim olaraq ki, əlavə dəyər vergini əvəzləşdirə biləsiniz. İkinci əməliyyat bu belə deyək də, ədəbi rejimində olmalıdır. Hər iki tərəf alan və satan. Bildiyin uşaqlar, üzürlü sayın, Azalın prezidenti kimi yazdım ha. İkincisi, müəssisələrin tərəfləri qeyd etdi ki, hər ikisi əlavə dəyər vergi ödəyicisi olmalıdır. İkincisi isə ödənişlə bağlıdır. Ödəmə nağdsız qaydada aparılmalıdır. Yəni, köçürməklə. Bank və yaxud da ki, depozit hesabdan. Hansı bankdasınızsa, onun onlayn bankingi ilə, depozit isə hamı eyni yerdə. Hər kəsin özünün şəxsi kabinetində. Ödəmə nağdsız qaydada aparılmalıdır. Bank və depozit hesabdan qarşı tərəfin bir daha gedək üzərindən. Ödəmə nağdsız aparılmalıdır, nağdsız qaydada, yəni köçürməklə. Bank və depozit hesabdan qarşı tərəfin bank və depozit hesabına köçürüldüyü təqdirdə sənin əvəzləşmə hüququn yaranır. Necə oldu? Hər iki tərəf əlavə dəyər vergi ödəyicisi oldu. Biri alan, biri satan. Və kim ki ödəniş eləyəcək, alıcı tərəfdir. Kim ki ödəniş eləyəcək, ödənməni köçürməklə etməsi lazımdır. Üçüncüsü, sənəd, köçürmənin sənədi elektron qaymə və ya GGB olmalıdır. Bu ödəməni etdikdən sonra əvəzləşməni edə bilmək üçün bu sənədin də olması lazımdır. Bəli. Deyək ki, sənəd mövcuddur. Ödəmələrin hər ikisi həm əlavə dəyər vergisi, həm də ki, əsas məbləğ, ikisi də eyni dövrdə ödənməsi lazımdır. Yəni, 24 saat içində ödəmən lazım. Daha doğrusu, 24 saata getməmişdən qabaq birinci aylığı müəyyənləşdirək. Əlavə dəyər vergisinin hesabat dövrü aylıqdır. Hər ay hesabat dövrüdür. Onun dövrü aylıqdır. Hesabatın təqdim edilmə vaxtı ay bitəndən sonra növbəti ayın 20-sinə qədərdir. Əlavə dəyər verginin ödəmə müddəti də hər ay bitdikdən sonra növbəti ayın 15-i bir mənbələr, 20-si də digər mənbələrdir. Amma maksimal həddi 20-sinə qədər ödəmənizi etməlisiniz. İndi bunun dövrü aylıq olduğuna görə deyir ki, əsas məbləğ və ƏDV məbləğinin ikisi də eyni ayda olmalı. Ödənişləri eyni ayda və 24 saat ərzində ödənilməlidir.
Xeyr, izah edəcəm. Malı almısan, ayın 1-i, ayın 29-u ödəniş edirsən. Əsas məbləği ödəyirsən, əsas məbləği ödənindən 24 saat sonra ən gec ƏDV-ni ödəməlisən. Amma birinci ƏDV-ni ödəsən, əsas məbləği ayın axırına qədər ödəsən problem deyil. Amma bu başqa anlayışdır. Yəni gəlin bunu başa buradan sileyim. Bu cərimə anlayışıdır. Onu etmədiyiniz zaman sizi cərimələyirlər. Əsas məbləğin ödənişləri, əsas məbləğ və məbləğinin ödənişləri eyni ayda ödənilməlidir. Yox. Məbləğin 60%. Bəli. 5. İndi gəlin uşaqlar baxaq, şərtlərin üzərindən keçək. Əvəzləşmə hüququ olan müəssisələr, şirkətlər. Siz şirkətə baxacaqsınız, burada dövrəyə baxacaqsınız. Əvəzləşmə edib etmədiyini müəyyənləşdirməlisiniz. Hər iki tərəf, malı aldığın, xidməti aldığın tərəf əlavə dəyər vergi ödəyicisi olmalıdır. Sən də əlavə dəyər vergi ödəyicisi rejimində olmalısın. 2. Sən qarşı tərəfə aldığın mal, iş, xidmətə görə ödənişi nağdsız qaydada aparmalısan. Bank və depozit hesabdan qarşı tərəfin bank və depozit hesabına köçürməlisən. Köçürməni etmək üçün sənədin olması lazımdır. Yəni etdikdən sonra və yaxud da ki, əvvəl elektron qaynə və yaxud da yük gömrük bəyannaməsi. Deyək ki, bu da var. Köçürmənin hər ikisini, həm ƏDV məbləğini, həm əsas məbləği eyni ayda köçürmən lazımdır. Yəni mart ayından gedirsə, söhbət martda da ikisini də ödəməlisən. Bunları etdiyin təqdirdə sənin əvəzləşmə hüququn yaranır. 5-ci və sonuncu məxsusunu deyirəm. Alınan malların malıdır. Ne yazmışam bile? Alınan malların satışı ƏDV-dən azad olmamalıdır. Yəni sən malı almış ola bilərsən, ƏDV-dən xaricdən idxal eləmiş ola bilərsən. Həmin malların satışı ƏDV-dən azaddırsa əgər, o zaman sən əvəzləşdirmə apara bilmirsən. Ona görə qeyd edirik ki, alınan malların satışı ƏDV-dən azad olmamalıdır. Nə üçün? Əvəzləşmə məqsədi üçün. Yəni əvəzləşmə hüququnun yaranması üçün. Qoya bilərik, yox, qoymalısan. Bəli. Və mən satmam, mən ədəbi deyəm, amma satdım, ondan satdım. Onda əvəzləşmə eləyəm. Baxın, sual yanlış olsa da doğru bir şeyi xatırlatdı. Biz satış etdiyimiz zaman əvəzləşmə aparırıq. Biz alış əməliyyatlarına əvəzləşməni aparırıq. Satdığımız zaman qarşı tərəf bizim fakturaya görə əvəzləşmə aparır. Çünki bizə pulu o ödəyirək. Biz kimlə almışıqsa onu ödəniş edəcəyimizə görə alıcı olduğumuz təqdirdə biz əvəzləşmə apara bilirik. Satıcı olduğumuzda deyil. Sadəcə fikriniz qarışa bilər. Alışda ödədiyimiz əvəzləşməni satıcının əlavə dəyər vergisindən çıxırıq. Satışa görə yaranmış borcdan. Satmamışam, borcum da yaranmayıb. O zaman nə olur? Dövlətin mənə borcu qalır. Qaytardığı rəqəm mənfi ilə düşür. Çıxmağa bir şey yoxdur. Ona görə düşür mənfiyə. Mənim fiyatı 20 saatı sevirdə olmalı. O cərimə məbləği. Onu azad olma və güzəştlərdə və cərimə məbləğində bir daha qeyd edərəm. Bugün burada nəyə görə qeyd etmirəm? Çünki bunu sizin ilkin əvəzləşmə hüququnu anlamağınız üçün hazırlayıram. Orada olub qarışdırmasın fikriniz. Bu option məbləğdir, bəlli cürətində. İndi məsələ nədir? Yarım saatınız var bunları doldurmaq üçün. Buyur.